Salam əziz dostlar. Dünən, yəni oktyabrın 1-də bu Gürcüstana gələn əcnəbilərlə bağlı məlumat paylaşmışdım. Buna çoxsaylı reaksiyalar var, şərhlər var, şəxsimə çoxsaylı mesajlar var. Xüsusilə TikTok səhifəmdə buna çox geniş reaksiya verilib. Çoxsaylı suallar var. O sualların hamısına cavab verə bilmirəm. Məcbur oldum ki, həmin bu məlumatı biraz genişləndirim, həm də bəzi suallara ümumi cavab verim. Bəziləri yazır ki, biz Azərbaycan vətəndaşıyıq, biz oraya gedəndə də bizə tətbiq olunacaqmı, bunun bizə aidiyyəti varmı? Biri yazır ki, mənim həyat yoldaşım Gürcüstan vətəndaşıdır, özüm Azərbaycan vətəndaşıyam və qalma müddəti necə ola bilər? Ümumiyyətlə, çoxsaylı suallar var. Yəni, əzizlərim, bilməlisiniz ki, Gürcüstan vətəndaşından başqa bütün ölkəyə daxil olan digər ölkələrin vətəndaşlarına bu hamısı şamildir. Bu Azərbaycan vətəndaşlarına da digərlər. Elə ən çox da Azərbaycanla həmin qonşu ölkədə həm də gediş-gəliş intensiv olduğu üçün mən bu məlumatı paylaşmışam və Azərbaycanlılar üçün də maraqlıdır bu. Ona görə də onu nəzərə alıb məlumatı paylaşmışam və geniş reaksiya da var. Odur ki, əgər Gürcüstana gedirsinizsə, gediş-gəliş daimidirsə və yaxud orada işləməyə gedirsinizsə, qalmağa gedirsinizsə, yaşamağa gedirsinizsə, onu bilməlisiniz ki, gedib Gürcüstan Miqrasiya İdarəsinə müraciət etməlisiniz. Yoxsa əlbəttə ki, orada qanunsuz yaşamağa görə cəza var və sərtləşdirir. Söhbət də bu, həmin cəzaların sərtləşdirilməsindən gedir. Yəni, qaydaların sərtləşdirilməsindən söhbət gedir. Odur ki, bu xəbəri paylaşırıq ki, vaxtında sizin də məlumatınız olsun və bu həmin cəzalardan yan keçəsiniz. Bir daha yəni, məlumatı genişləndirim. Deməli, əcnəbilərin Gürcüstana gəlmə, ölkədə qalma qaydalarının pozması ilə bağlı qanun sərtləşdirilib, yeni qaydalara əsasən ölkədən çıxarılma prosesi sadələşdirilib və cərimələrin məbləği artırılıb. Yəni, oktyabrın 1-dən etibarən qüvvəyə minən qanuna əsasən ölkədə qalma müddətini pozan əcnəbilərə 1000 laridən 3000 lariyədək cərimə tətbiq ediləcək və müəyyən müddət ərzində Gürcüstana girişinə qadağa qoyulacaq. Ölkənin İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə əcnəbilərin ölkədə qanuni qalma müddəti bitdikdən sonra 3 aya qədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və ya 6 ay müddətinə ölkəyə girişinə qadağa qoyulacaq. Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiq olunacaq və 2 il müddətinə ölkəyə girişi qadağan olunacaq. 1 ildən çox qanunsuz olaraq Gürcüstanda qalan şəxslərə isə 3000 lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək. Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500 lari cərimə tətbiq ediləcək. Həmçinin əcnəbini qanunsuz əsaslarla dəvət edən və ya xidmət göstərən fiziki və ya hüquqi şəxslərə xəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək. Əvvəllər bu rəqəm 1000 laridir. Gürcüstan Cinayət Məcəlləsinə görə oktyabrın 1-dən etibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədən çıxarılması da sadələşdirilib. Qanunla az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağan edilə bilər. Ağır və ya xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20 ilədək və ya müddətsiz ola bilər. Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədə uyğun olmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiq olunacaq. Ekstradisiya prosesi davam edən hallarda deportasiya həyata keçirilməyəcək. Yalnız həmin şəxsin ekstradisiyasını tələb edən dövlətə göndərilməsi istisna təşkil edir. Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyinin hazırladığı beynəlxalq müdafiə haqqında qanunu qəbul edib, qanun layihəsi ilə yanaşı miqrasiya, sığınacaq prosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanuna dəyişiklik edilib. Məqsəd qeyri-legal miqrasiyanın və sığınacaq prosedurlarından sui-istifadənin qarşısını almaqdır. Yəni bu qədər, yəni bizdə olan məlumat budur, yəni açıqlanan detallar miqrasiya idarəsində. Kim detallı, əgər Gürcüstana getmək istəyən, orada qalmaq istəyən, işləmək istəyən, uzun müddətli qalmaq istəyən, yaşamaq istəyən Azərbaycanlı varsa, gedib əlbəttə ki, miqrasiya idarəsinə, müvafiq qurumlara müraciət etməlidir və həmin detalları öyrənməlidir. Həm də ki, yaşamaq necə olar, nə qədər olar, nə qədər müddətli
yəni icazəlidir, nə qədər icazəsizdir, cərimələr nədir? Bunu detallı öyrənə bilər.